Birbaş buradan Elm və Təhsil Naziri Emin Əmrullayevə səslənmək istəyirəm. Cənab Nazir, bütün məktəblər bazardır. Bugün Azərbaycanda elə bir məktəb göstərə bilməzsiniz ki, orada bazar açılmasın, orada pul yığılmasın. Uşaqlara dərs keçilmir, hər gün fond pulu. Nə qədər olar? Uşaqlar dərsə getmir də, 9-cu sinif imtahan verdi, dərsə getmirlər. Və deyirlər ki, geyib onsuz da orada oyun oynayırıq da. Biri mənim övladımdır da, 9-cu sinifdə oxuyur. Deyirəm, hər gün qrupa səs atılır. Deyirəm, amma geyib oturub orada oyun oynayırıq da. Müəllim heç biz tərəfə baxmır. Niyə gedirəm? Həqiqətən də niyə gedir ki məktəbə? Madam ki, o məktəbdə oyun oynanılır, nə bilim, kimsə hansısa şagird TikTokda canlı yayıb açır, danışır və yaxud da ki, bilməm, orada geyib domino filan oynayırlarsa, axı məktəb çayxana deyil sonuçda. Baxın, bu möhtəşəm bizim bu balımızı görürsünüzmü? Bu bizim meşə balımızdır və əziz dostlar, bu cürdə dağ çiçəkləri də var, həm şanlı, həm şansız. Kim də istəsə bu ballardan 051 546 39 39 zəng eləyin, sifariş eləyin, qoy bu ballardan sizin də süfrənizdə olsun və balın süzülməyinə bir dənə baxın. Sizə onu göstərirəm, baxın. Balın möhtəşəmliyinə baxın, balın süzülməyinə baxın, buranı çək, buranı. Qoy balın süzülməyini hər kəs görsün, baxın, əsl bal belə olmalıdır, əziz dostlar.